Bu il ölkəmizdə baharın müjdəçisi olan Novruzun gəlişi həm də müqəddəs Ramazan ayının günlərinə təsadüf edir. 2 həftəyə yaxın davam edəcək bayram tətili günlərində zəngin tarixi və turizm potensialı ilə seçilən Şəkiyə çoxsaylı qonaqların gəlməsi gözlənilir. Havaların qeyri-sabit keçməsinə baxmayaraq, Şəki həmişəki kimi qonaqlarını qarşılamağa hazırdır. Beynəlxalq turizm marşrutuna daxil olan bu qədəm şəhər ilin bütün fəsillərində turistlərin diqqət mərkəzindədir. Bayram günlərində isə şəhərdə xüsusi canlanma yaşanır. Turizm meneceri Yusuf Yusufov bildirir ki, son illərin tendensiyasına əsasən Şəkidə iri otellərlə yanaşı, daha çox motel və hostellərdə istifadəyə verilir. Müsahibimiz turistlərin fərdi evlərə də böyük maraq göstərdiyini diqqətə çatdırır. Bizim şəhərimizdə də, Şəki şəhərimizdə də yetərincə sayda otellər, hostellər, motellər və gündəlik qonaq evləri mövcuddur ki, bu qonaqları yerləşdirməyə hazır vəziyyətdədirlər. Qiymətlər təqribi olaraq, yəni otellərin qiymətləri 80 manatdan 130, 150, 230, 250 manat arasında otelin səviyyəsinə, yəni ulduz təsnifatına görə bu qiymətlər dəyişir. Hostel, motellər, yəni bunlar da mövcuddur. Aşağı büdcəli qonaqlar üçün bu 20 manatdan bir günlük, 15 manatdan, yəni bu qiymətlər dəyişir. Əsasda gündəlik evlər də var ki, ailə şəraitindən, yəni ailə üzvlərinin sayından asılıdır. Yəni 4-6 nəfərlik 200-250 manat, 300-350 manat arasında 13-14 nəfərlik, 15 nəfərlik evlər, yəni bu qiymətə fərqlənir, bir-birinə fərqlənir. Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov bayram tətili günlərinə hazırlıq məqsədi ilə bölgənin əksər turizm obyektlərində monitorinqlər aparıldığını bildirib. O qeyd edib ki, daxili turizmin inkişafı üçün müxtəlif layihələrin icrasına başlanılıb. Ümumi olaraq ölkəmizdə şimal, şimal-qərb əsas olaraq daxili turizmdə insanlarımızın, turistlərimizin müraciət etdiyi bir istiqamətdir və bu kontekstdə bizim regiona daxil olan Şəki, Qax, Oğuz, Zaqatala və Balakən rayonlarına bayramla əlaqədar ciddi turist axını gözlənilir. Artıq otellərimiz, yerləşmə yerlərimiz, iaşə obyektlərimiz bu xidmətlərin göstərilməsi üçün xüsusi konsepsiyalar işləyib hazırlayıblar və qonaqlarımız üçün, turistlərimiz üçün bu bayram günlərinin daha maraqlı, daha əyləncəli keçməsi üçün müxtəlif segmentlərdə xidmətlər təqdim edəcəklər. Beləliklə, Şəki həm yerli, həm də xarici turistlər üçün bu ilki bahar tətilinin ən cəlbedici ünvanlarından biri olmağa iddialıdır.